Sumqayıtda faciə baş verib. Hadisə Ceyranbatan bağlarında, yəni hazırda dayandığım bu ünvanda qeydə alınıb. Belə ki, 45 yaşlı Saməddin Rüstəmov gördüyünüz bu zavodda qaynaqçı işləyirmiş və qaynaq işləri görən zaman üzərinə beton düşüb və o elə hadisə yerində də dünyasını dəyişib. Ceyranbatan bağlarında beton zavodda ürək dağlayan hadisə fəhlə Saməddin Rüstəmovun həyatını acı bir şəkildə sonlandırdı. O qaynaq işi gördüyü zaman üzərinə beton lövhə düşərək həyatını aldı. Bu faciə hər kəsə təhlükəsizlik qaydalarına əməl etməyə nə qədər vacib olduğunu bir daha xatırlatdı. Bədbəxt hadisənin baş verdiyi ünvana hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisənin baş vermə səbəbləri araşdırılır. Onun meyidi isə artıq aidiyyəti üzrə təhvil verilib. Məlumata görə Saməddin Rüstəmovun bir müddət əvvəl anası və həyat yoldaşı dünyasını dəyişib. İndi isə onun 2 övladı yetim qalıb. Qızı yeni toy məclisi qeyd etmişdi, oğlu isə hələ 17 yaşındadır. Onların bu faciədən sonra necə bir həyat sürəcəyi düşüncəsi gözlərimizdən yaş axmasına səbəb olur. Bu faciə sadəcə bir şəxsin həyatını itməsi ilə bitmir. Bu, cəmiyyət olaraq təhlükəsizlik qaydalarının nə qədər kritik olduğunu dərk etməyimiz üçün bir siqnaldır. Hər birimiz bu cür hadisələrin bir daha təkrarlanmaması üçün daha ciddi tədbirlər görməliyik. Eşitdiyimə görə həmin fəhlə qaynaqçı işləyirmiş burada. Necə beton üstünə düşüb, elə yəni həlak olub. Yəqin ki, təhlükəsizlikdən olub. Siz özünüz Ceyranbatanda yaşayırsınız. Fəhlə də bilmirsiniz burada yaşayırdı yoxsa? Yox, heç bir məlumatım yoxdur onun haqqında. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir. Lakin itirilən həyatın geri qaytarılmayacağı gerçəyi hər an bizi izləyir. Təhlükəsizlik qaydalarına əməl etməyin yalnız fərdi yox, cəmiyyət olaraq da məsuliyyətimizin bir parçası olduğunu unutmayaq. Saməddinin faciəsi hər birimizi daha diqqətli olmağa və bu cür acıların qarşısını almağa çağırır. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.